yoxdur, ad çəkməyəcəm. Kimdir? Amma dünən məndən təlim alan bir təlimçi küfr elədi. Özünə ölüm arzuladı, ailəsinin dağılmasını istədi, Allaha asıl düşdü və mənə yazdı. O yazıları mən dinlədikcə dünyamı məhv elədi mənim. Fikirlərimi alt üst elədi və ona sərt bir-iki kəlmə söz dedim, onun bədəlini ödədim o sərtliyin. Amma o sarsıtmasaydım o oyanmazdı. O inan insanda sarsıntının gücündən doğulur və sonu aydınlığa çevirirdi təbii ki, amma Siz də cəza yaşadınız. mən də yaşadım. Çünki riski birə-bir ona bir söz dedim ki, yəni insana Allah Teala hər şeyi verib, biraz imkansızlıqla imtihana çəkir, bu da bundan barışmır. Həyat yoldaşından qırğına qalxır və bu olsun, o olsun, o da deyir, yaxşı sər gedir, başqa şey olur, o da qırğına salır. Mən belə dedim, mən elə dedim, mən belə dedim, mən dediyim yolla getməliydin, mənəmlik ortaya çıxır. Mənəmlik ortaya çıxır, anlamır insan və mən də buna riski, yəni əlbəttə Allah bəndəsini biraz acılıq, kasıbçılıq, biraz qorxu, biraz da mal, evlad, can itkisi və hər türlü çətinliklə sınağa çəkib imtihan edər, adama deyirəm. İndi Allah sana ər də verib, uşaq da verib, ev də verib, pisdən yaxşıdan yaşam da verib. Niyə bu deyil? Biraz da kasıbçılıq yaşadı. Nə var ki burada? Niyə küfr edirsən? Niyə mən deyirsən? Mən dedim axı, mən bu yolu dedim, mən bu yolu seçdim. Dedim, sən kimsən? Sən seçdin, Allah seçmədi axı. Qismət olmadı axı. Bunun üçün küfr eləyərlər, qarğış eləyərlər, ölüm arzulayarlar pula görə. Biraz artıq olsun deyə. Və adam deyir ki, mən çıxdım evə çiyələm alım, amma deyir, bahaydı. Harada yaşadığını da deməyəcəyəm. Deyir, bir neçə yerə dəydim, neçə gün deyir, biraz getdim, gəzdim ki, biraz ucuz tapım, tapamadım. Alınmadı. Dedi, biraz ucuz alın, biraz çox alın, yəni qışlıq pişirim, alınmadı deyir. Sonra mən ona izah edirəm ki, ucu incə şəkildə izah edirəm ki, yaxşı sən, bax bunu verdi. İndi bununla səni sınağa çəkir. Əgər sən bununla barışmasan, onda ya evladını itirməlisən birini, ya ərini itirməlisən. Hansını seçirsən? Bu sınağın birini yaşamalısan da sən. İndi kasıbçılıqla səni sınağa çəkir. Seç dedim, seçim sənindir, seç. Sarsıntı geçirdi mi? Elə oldu ki, çox sarsıntı keçdi, hətta məndən incidi də ki, mən dedim, valla mən sənə sevərəm, yaldaqlana bilmərəm. Sənin üçün əsərəm, sənin sözlərinin altında əsir ola bilmərəm. Acı həqiqət nədir? Onu deməliyəm. Əks halda sən uçuruma gedə bilərsən, evlad itirə bilərsən, ərini itirə bilərsən. Bu hikkəndən, bu bəd sözlərindən sən belə bir şeylə qarşılaşa bilərsən deyə adama söhbət elədim, incə şəkildə izah etdim. Məsləhətinə şükür. Özümün də taleyimdən ona bir neçə nümunələr göstərdim, söylədim, özəl söhbətlər etdim və bugün mənə deyir ki, yoldaşı hardasa ucuz düşüb, 2 yeşik, harda söndər, birində bir nə qədər çiyələm alıb gətirib evə. Maşın dalını açıb çiyələm.
Hansı ki bir həftədir bunu ucuz almaq istəyir, ala bilmir. Dedim, gördün. Gördün dedim. Allah istəsə, sənin istəklərinin hamısını ayağına gətirər. Nə istəyirsən bu kişidir? Allah bağladığı yolu sən aça bilməzsən. Gördün mü? Bir həftə 10 gündür sürünürsən, sən bunu ala bilmirsən. Amma Allah Teala getdi bunu sənin ayağına. Gördün mü dedim. Sənin ruzun da belədir. Allah istəsə açılacaq bu qapı. Hələ ki Allah belə istəyir. Şükranı şüküründə qal. Belə bir söhbət oldu. Və sona aydınlıq oldu. Və insan dedi ki, mən hələ bu qədər sarsıntı keçirsəm belə, incisəm belə qəlbimdən, sizdən deyir incisəm belə, yəni ilk sərt fikrim oldu. O sərtdən də özümün ayağımda bir balaca qəribə bir sızıltı da deyil, ağrı da deyil, küt bir şeydi. Bağlayıram ona da, ona biraz səsimi ucaltdım, riski dedim bu sözü. İncə deyə bilmədim, çünki onun küfür sözlərini qəbul edə bilmədim. Çox, necə deyim sənə, dərəcəni aşmış bəddualar, özünə ölüm arzular, ailənin dağılmasını arzular, bu ağzından qapar Allah Teala yerinə yetirər, nətər olarsa. Və Bəs Ema xanım, sizin sözünüzdən sonra hələ bir etrafa dəqiqə, hələ getdi. dedi, bu qədər mən huzurlu başımı yastığa qoyub yatmam. Çox sağ olun Emana. Yəqin ki, etrafa da gedib, deyil mi xanım? Elə bil dözümlülük sınağının növbəti mərhələsindən keçə bilmirdi və neçə müddətdir çox bilirsən nədir? İnsan elə bil ki, taxtdan düşmüş insanlar biraz çətin olur həyatın bu kelməkeşliyindən barışa bilmir, kasıbçılığından barışa bilmir. Burada da belə bir variantdır, amma barışmalısan. Ya var devlət, anam demiş, canıma gələn malıma gəlsin, ya da evlat, ya da hər birini itirməlisən. Hansını seçim sənindir dedim, seç. Elə bunu seçdi, kasıbçılığı və dedi ki, illərdir dedi, mən belə huzurla başımı qoyub yatmamışdım, çox sağ ol. Başını elə qoyub yatmaqda yəqin ki, o qəlbində o şükürü tapmaqdır da. Gülü tapıb da qələt eləmiş. Mən də bütün günü bilirsiniz nəyə fikirləşmişəm Ema xanım. Mən görməmişdim o videonu. O Bakıda bəlkə qarşınıza çıxıb, oğlan kanalizasiyaya düşürək, asfaltın üstündən maşını saxlayır. Sonra elə bil ki, altında boşluq olur da. Düşür ora. Deyəsən, bəziləri yazır ki, sahiblərin tapılıb, bəziləri də deyir ki, tapılmayıb. Mən bütün günü fikirləşmişəm. Görəsən, gör necə cəzalar var, nədən Özü də bir doğulur. cəzadır da. Bu İstirlər xəzinəsinin sinəsində bu söz boşuna yazılmayıb ki. O deyir, doğruluğun zirehdir. Səni hər an qoruyar. Ateş nədir? Bax, o quyuya düş, o asfaltın çökməsi, ora düşməsi nədir? İstəsən, deyir, o müharibənin o raketlərin altında, deyir, onlar nədir? İstəsən qasırğadan qor. Qasırğadan kim qutara bilir ki, süpürür, aparır hamını. Hər eybini, əyrilik açan olub həyatda. Doğruluqla qəm, qüssə, yəni imanın ləkəsizdirsə, açan olub həyatda. Bircə arpa, bircə dən, gündən olsa qərəzin. Əski köçsə çanağın, əski köçsə tərəzin, iman tərəzin, vicdan tərəzin. Bil ki, onlar baisdir tamahına son gündə, canlı şahid olacaq günahına son gündə. Adam harda səhv eləyib, onunla cəzalanır.
veya ananın bedduasını. Budur hayat. Ekme biçimi. Neyi ekirsen onu da biçirsən. Xoş arzular əkərsən, xoşluq biçərsən. Bəd arzular əkərsən, birinə bəd və yaxud özünə bəddua edərsən. Ondan da bədbinliyi biçərsən. Budur hayat. Ema xanım, sizə qulaq asa bu bəlkə də içimdə bir belə etiraz kimi oldu ki, nədir ki o məsəl üçün çiyələk bişirməmək, ona görə belə olur. Ancaq özümün cavan vaxtlarım yadıma düşdü. Deməli ailədə biz elə görmüşdük ki, anam fevral ayından tədarük görürdü. Novruz bayramına da. Mən belə görmüşdüm. Fevralın axırından az-az düşdükcə alırdı ki, Novruz bayramında bolluq olsun. Məsəl üçün fındığını, qozunu, şabalını tədarük görürdü də. Ancaq düşdüyüm ailədə üzr istəyirəm böyüklərdən də, kiçiklərdən də, yoldaşımda bir xasiyyət var idi. Baxmazdı bahalığına, məsəl üçün şeyinə. Bayrama 2-3 gün qalmış gedib alırdı. Bu da məni biraz darıxdırırdı. Çox pis olurdum. Başlayırdım öz-özümə ağlamağım gəlirdi. Cavan idim də deyirdim ay uşaqlara nəsə şəkər bırakaq. Darıq halbuki hamıdan artıq edirdim sonra. Ancaq həmin dövrdə darıxmağım gəlirdi ki, niyə mən hələ almamışam? Bir anlıq siz deyəndə bu hadisə yadıma düşdü. Azədə burada məsələ çiyələm deyil. Ədəb o darıxmağını deyirəm. Məsələ budur ki, bu ərlə elə bir qarşı durma yaradır. Mən deyəni eşit. Bu yolla get. Biz bu işi quraq. Məsələ yəni bir iş quraq. Bu yolla get. Bu ərdə sər gedir, başqa yolla gəlir. O da havalanır ki, mən dedim axı. Deyirəm axı sən deməklə deyil, qismət yoxdur axı. Çiyələm də rəmzi məna ilə buna bağlanır. Bu axtarır, amma həftədən sonra Allah Taala bunu ayağına gətirir. Bəli. Yəni sənin ruzu qapını açarsa, sən ondan ötəri heç evində dava da etməzsən, qarşı durma da etməzsən, özünə o iş alın. Yoxdursa yoxdur. Mən burada nəyəm sizin gözünüzün qabağında? Mən aciz bəndəyəm. Yəni mən indi bir köməklik verib bu maddi cəhətdən bir iş görüb, bir iş qura bilmərəm. İxtiyarım yoxdur buna. Çünki mənim qismətim yoxdur hələ. Niyə özümdən çıxmalıyam ki mən? Söhbət bundan gedir, çiyələmdən yox. Çiyələm onun ayağına gəldi mi, sən bir həftədə axtarırsan. Sən axtarırsan. Çiyələm ayağına gəldi. Amma sən işi də axtarırsan, gəlmir. Deməli, qismət yoxdur. Ema xanım, siz o xanım bilmirəm, o insana anlatmışsınız. Allah birbaşa sizə elə bil sizin dilinizlə deyib, birbaşa da özünün varlığını göstərib o çiyələyin qapısına gəlməyindən. Mən nə deyirəm? Allah göstərdi ki, ala. Gətirdim sənin ayağına. Bir həftədir gəzirsən ki, mən bunu alım. Ala bilmirsən ki. Bəli. Yəni o bana düşməklə birlikdə özü istəyirəm. Ala burada eləyib, başqa yerdir. Ala bilmirsən. Amma Allah Teala gətirib sənin ayağına heç ucuz qiymətə alıb, düşüb, götürüb gəlib yoldaş. Yəni mən qismət edərəmsə, açaramsa bu yolu, hər şey gələr. Mən bağladığım sən kimsən, mən dedim. Təkəbbürlülük çıxır burada. Təkəbbürlülük eyləyəni Tanrı sevməz. Nətər deyir Dədə Qorqud? Allah Allah deməyincə işlər düz getməz, təkəbbürlük eyləyəni Tanrı sevməz. Əzəldən yazılıbsa insan başına qəza gəlməz, ölən insan dirilməz, çıxan can geri gəlməz. Dədə Qorqud demiş, görək xanım nə deyir? Xanım da deyir ki, otur, əgər bu sənin qismətində varsa, o sənin ayağını gələcək. Oynaya. Yoxdursa, cəza yaşayacaqsın. Atalar sözü var, Ema xanım, boş cəhd çarıq yırtar da. Bəli də, cəhd çarıq yırtar, bəli. Sən qaçmaqla deyil, qismətlədir. Gələm rəmzi mənadır.
Allah da istəsən verərəm, vermirəm. Sən mən deyən yolla get deməsən kimsə, bax bu çıxır ortaya. Bəli. Çox gözəl bir misal çəkdi Zeynəb xanım. Bəli. Bugün bunu yaşadım. Dünən bugün. Bugün artıq adam etiraf etdi ki, mən elə bil deyir, düzdür deyir, sifdə barışmadım. Amma sonra incə şəkildə izah etdim. Deyir, çox deyir, bir neçə adama da deyir, yolladım həmin səsi. Hər bir o ailədə də müəyyən səhvlər var idi. Hamısı özünü yığışdırdı. Vəssalam. Zeynəb xanım, bu qədər bilgilər bilən bir insan kimi nəyə görə bəs səsinizi biraz ucaltdınız ki, cəza yaşadınız? O var da məndə hökmranlıq var. Özümdən Allah sizi belə yaradıb da bacarmısınız. Risk belə məndə var belə. Səsim ucaldıb söz demə, özümdən asılı deyil axı mən. Onu görürsən, onu elə yaradan mən də belə yaradım. Bax belə. Bəli. Kamal bəy deyir ki, xoş gördüm sizləri. Xoş gəldin. Üzr istəyirəm. Rəvanə, Ramil, Elnur, Günay, Nihat. Yəqin nəvələridir. Allah saxlasın, Allahdan diləyək. Amin. Axşamınız xeyir olsun deyir. Xoş gəldin. Reyhan Babayeva buradadır. Reyhan xanım deyir ki, salam Ema xanım, Azadə müəllimə və süfrənin qonaqları, hər birinizi salamlayıram. Biz də sizi salamlayırıq. User 10 ürəklər göndərir. Mirzəyeva, Ema xanım, çoxdan idi dəyərli söhbətlərinizi dinləmirdim. Allah səsinizi eşitdi, var bir qəşəng bir müdrik sözlər eşitdiniz, dinlədiniz. İnşallah davamlı olsun. Hüseyin deyir ki, salam Ema xanım, necəsiniz? Çox sağ ol. Hüseynova, Ema xanım, məhrəmlik haqqında nə deyə bilərsiniz? Mən heç də rica edirəm. Mənlik deyil. Nə məhərrəmlik, nə imamların adları, familləri, nə bilim, bu mənə aid olan söhbət yalnız necə edək ki, başı salamat, xəstələnməyək, rahat yaşayaq, taleyin hökmlərinə barışaq. Bu süfrə imanın ləkəsiz saxlamaqdır. Mən ibadət əhli deyiləm. Mən hikmət əhliyəm. Ema xanım, məhrəmlik girib, bu suallar çox olacaq da, ona görə Mən də Allahdan diləyirəm cavablandırdım ki- da məsləhətinizi. Allahdan diləyirəm ki, təmkinimizi pozmayaq, belə də Yox, cavab. mən sadəcə cavab verirəm. Yəni mən ibadət əhli deyiləm. Mən Bəli. iman əhliyəm. Vəssalam. Grandma da deyir ki, xeyirli gecələr, gözəl ruhlar. Ema xanım, başımıza gələn hadisəyə şükür edəndə Allah onları artırmazmı? Yox, artırmır. Sən şükür edirsən ki, yəni bunu sənə yaşadan Allahdır. Eləmi? Sən taleyin hökmü ilə barışmasan, artırar. Barışsan, əksinə azaldar, başqa sınağa keçirir. Rəssam deyir ki, salam, axşamınız xeyir. Əleyhissalam. Usir 46, 46'lar. Gecəniz xeyir Ema xanım, Azadə xanım, necəsiniz? Balan necədir ay Sevda? Sevda xanımdır da 46'lar, hə? Hə, inşallah yazın görək necədir. Hüsniyə 999 yazır. Ema xanım, salam. Cadu əməl var. Sizin fikrinizi bilmək istərdim. Çünki Qurani Kərimdə var bu haqda. Hüsniyə, Qurani Kərimdə o da var, bu da var. Bu Quranın 3-cü surəsinin 7-ci ayəsində. Bir hissəsi hökmü bəlli, mənası aydın, möhkəm sözlərdir. Bu mənası aydın, hökmü bəlli, aydın sözlərin içərisində fal yoxdur. Cadu yoxdur. O dünya yoxdur, cin şeytan yoxdur. Yalnız aydın sözdür. Onun yerdə qalan hissəsi, mənası bəlli olmayan biri-birinə bənzər, lazımsız ayələrdir ki, o ayələr vasitəsilə Allah Teala bəndələrini sınağa çəkər,
imtihan eder ki onun içerisinde cadı var, şeytan var, cin var, o dünya var, qəbr azabı var, filan var, peşmekan var. Bunlar mənası belli olmayan ve insanları o yol ile sınağa çekip imtihan etmek için bu ayələri orada saxlayan Allah'tır. Məsləhətinə şükür. Ürəklərində əyrilik. Nə deyir gör? Bir diqqətlə buna qulaq asın. Ürəklərində əyrilik, şək, şübhə olanlar Kur'an'ın sinəsindən fitnə fəsad salmaq üçün Allah belə yaradıb da. Görürsünüz deyirəm, mən Allah belə yaradıb, hökümlüyəm. Səsimi ucaldanda kəsir insanı. Özümdən asılı deyil. Belə yaradıb. Onu da elə yaradıb. Ürəklərində əyrilik, şək, şübhə olanlar fitnə fəsad salmaq üçün Kur'an'ın sinəsindən mənası bəlli olmayan ayələrə, caduya, nə bilim, cinə, şeytana, o dünyaya, qəbr əzabına, nə bilim, nələrə uyarlar. Bunu da Allah yaradıb, yaradana şükürlər olsun. Lakin Kur'an'ın əsl mənasını Allah'tan başqa heç kimsə aça bilməz. Bunu Kur'an deyir. Sənin dediyin fikir var, bunu da Kur'an deyir. Mən bunu qəbul edirəm, sən də cadını qəbul edirsən. Vəssalam. Mən o sözü qəbul etmirəm. Baxmıram o sözü. Bu gözlər var, hər baxışdan baxan nur Allah'ın zərrəsidir. Hər yer bir türlü yol göstərir. Göstərən odur. Peyğəmbərin kəlamlarında aydın yazılır. Sevdiğim insan üçün göz olaram görsün, əl, ayaq olaram yerisin iş görsün. Bu mənə göz olur, aydın sözləri göstərir. Mənim üçün o sözlər maraqlı deyil. Kimin üçün maraqlıdır, onlara da saygı duyuram. Allah'tan rəhim və şəfaət edirəm. Çünkü o yolda huzur yoktur. Huzur aydın sözlerdedir. Qınama, qeybət etmə, yalan danışma, xəbərçilik etmə, bəddua, qarğış söyləmə, yalancı şahidçilik etmə, şər böhtan demə. Necə deyir Nizami? Niye Nizami? Çünkü Kur'an'ın sirrini açmak için şiir diline müracaat etmeliyik. Peygamberin kelamında ne buyurulur? Allah'ın taxt altında çoklu hazineleri var. Bu hazinelerin de açarı şiir dilidir. Hazineler bak bu cadudan, ne bileyim o dünyadan elənif aydın zər sözler o hazinelerdir. Ki onu da şiir dilinden açmak olar. Nizami de deyir, şeirimdən açsaydım bəzəkli donu. Azacık zəhmət ilə yazsaydım onu, bu büyük Fatihin, yani Allah'ın sərgüzəştindən bir vərək yazmakla bitirərdim mən. Yani Allah'ın sehri Kur'an'da bir vərəqin içindədir. Vəssalam. Qalanı hamısı sınaq imtihan üçün test üsuludur. Kur'an test üsuludur. O üsul ilə ki, uşaqlar orta məktəbdə, ali məktəblərdə test üsulu ilə imtihan verirlər. Sualın biri düz olur, onu tapmalısan. Kur'an da belə bir şeydir. Test üsuludur Kur'an. Kur'an, hələ bu qurur, qurmuyor. Başa düşdünmü? Adından belə bu qurur. Tarixi qurur. Tarixi kitapları özündən öncə gələn kitaplara şahidçilik edir. Onların doğruluğuna delil kimi gösterilir. Kur'an bu hələ qurmuyor, qurur. İnam da İslam'ın ayrılmaz hissəsidir. Mənim söhbətlərim də inamda gedir. Məsələn, söhbətdə canlı kitabda dinlədik. İnam. Bəli, şükür məsləhətinə. Usir 11.09 deyir ki, sən cəhənnəmdə yanacaqsan. Canım, çox sağ ol. Var olasan, hörmətli olasan. Mən yanıb, qovrulub, gəlib orada əyləşmişim. Cəhənnəm payımı dadmışam. Ondan nə qədər lazımdır yaşayıb başa vurmuşam. Vay halına ki, qəlbi, ürəyi
kin ilə, nifrət ilə, şək ilə, zina sözlərlə dolu olanların halını. Sənə də Allahdan rəhim diləyirəm. Hörmətli olasın. Mən cəhənnəm payımı yaşamışam, cənnəti gözləyirəm. Sən nə yaşayacaqsan, onu Allah bilir. Bəli, Yaxşı ki belə gəldin, suallar yaxşı ki olanda yazdın. silməyin. Hörmətli ol. Hərdən bu da lazımdır mənim izləyicilərimə ki, Bəli. sizin kimi Allahın yaratdıqlarından necə münasibət qurmaq, necə danışmaq, necə nəzakətlə cavab vermək. Səni bura yönəldənin məsləhətini, əllərini qaldırıb yazdırmaq üçün sənə lütf edənə şükürlər olsun. Var olasan. Oxu. Bəli, Nəfəs deyir ki, axşamınız xeyir Ema xanım. Hər vaxtın xeyir. Hüseynova ürəklər göndərir. Axşamınız xeyir olsun Azadə xanım və izləyicilər. Axşamın xeyir Nəfəs xanım. Xoş gəlmisən. Nur deyir ki, hər kəsi salamlayıram. Gecəniz xeyirli olsun. Emana, Azadə xanım, xoş gördük. Necəsiz? Xoş Çox sağ gəldin ol. ay Nur. Xoş gəldin. Kamilka, salam Emana. Ahuzar negativin insanların üstünə tökən insanlara fikriniz. Onları yaradana şükür. Mən belə qəbul edirəm. Gördün indi, gəldi mənə nə dedi? Negativini, səni harda yanacaqsan, cəhənnəmdə yanacaqsan. Görsən, negativ sözü mənim üzərimə tökdü. Mən də onu yaradana şükür. Hörmətli olsun. Məsləhətinə şükür. Belə, sevə-sevə. Mən o təliyə düşənmərəm. Agresiv cavab versəm, qəbullanmasam, barışmasam, mən cəza yaşayaram. Mən də yetər da 75-i də gəldik, haqladı. 71-i. 80-ə gedir da, mən gələmi təliyə düşüm. Məsləhətinə şükür. İlqar Həsənov deyir ki, Ema xanım, falçıya getmək günahdır, eləmi? Sən elə bir günə ki, Allahı qoyub falçıya inanırsan. Falçını Allaha şərik edirsən. Bundan insan cəza yaşayır. Özü də bilmir. Nur deyir ki, Anlamır. Emananı YouTube'da, Instagram'da izləmək istəyənlər Nur Ema Qəlbinur adı ilə izləyə bilərlər. Uğur Seydalı, salam, necəsiniz? Əleyhissalam. Nur xanım deyir ki, iman süfrəsindən bəhrələnən izləyicilərimiz zəhmət olmasa ekranı bəyənin. Bəli, bəyənmə azdır, bəyənin. Rəssam deyir ki, sualımı oxumadınız. Yazın, sual gəlməyib, gəlsə oxuyardım. Yazın təkrar, nöqtə qoyun. Axırına nöqtə qoyun, deyirlər nöqtə qoyanda sual gəlir. User 1109 deyir ki, sən cəhənnəmdə olanda... Oxuma. Ay ömrüm, sən mənim üçün narahat olun. Öz hayına qal. Məndən narahat olun. Hörmətli olasın. Var olasın. Hörmətli ol. Şükür məsləhətinə. Sənin cəhənnəmdə. Şükür. Biraz ədəbli olun. 1109. Boş ver. Hörmətli olsun. Biraz ədəbli olun. Şükür Yaradana məsləhətinə. Biz sizə hörmətlə yanaşırıq. Görürsünüz, burada moderatorlar da var da. Sizin fikrinizi oxuduq. Ancaq siz də hörmətlə yanaşın. Hər kəsin bir baxış dünyası var. Adamın şuur qabında olanı odur da, neynəsin? Bəli. Söz 1109 ədəbli ol, xahiş edirəm. Gözəl sözlərin sahibi olmaq hər adama nəsib deyil ki, məsləhətinə şükür. Yaradan var, onu da yaradan var. Fake səhifə ilə gəlmirsən bura, bir dənə bilmək olmur ki, hansı dinə qulluq edirsən, o atalar sözü var, el arasında deyirlər. Yəni, tanımaq üçün səhifəmə baxdım, heç nə də yoxdur orada. Biraz ədəbli ol. Fikirlərimi bildirə bilərsən, razı olmaya bilərsən, ancaq ədəbli ol. Çox xahiş edirəm. Var olsun. Var olsun. O sözlər birbaşa sənin öz əzizlərinə gedir, yaxınlarına gedir. Onu anlayasan, Allahdan diləyirəm ki, anlamağı bacarasan.
Aydan Maraqlı hələ suallar yazır. Naftalandadır. Bəli, hə, ordadır. Biraz da öskürür, deyir ki, kondisioner təsir edib mənə. Keçən il lap biraz belə əsəbi idi. İndi inşallah belə sizə qulaq asa daha mənə elə gəlir, biraz bərpa olunur. Yəni hər birimiz Allahdan diləyirəm ki, o düz yolu tapaq. Ema xanım, o cəhənnəm deyirlər ha. Görürsüz, deyir, üzr istəyirəm. Çox sağ ol. Baba, ona görə heç kəsi atmayın kənara.